Hamıya salam, mən Fərman. Bugün Just Cause 2 oynayırıq, amma bilirsiniz ki, neçə vaxtı video çəkmirəm. Bunun da səbəbi məktəbdir, hamıya məlum olan məktəb. Bu haqda çox danışmayaq, oyuna girək. Normal deyib başlayıram Just Cause 2-yə. Just Cause 2-yə xoş gəldiniz. Just Cause 2 yox idi mənim oyunlarımın içində. Yeni ilə görə də indirimlər oldu Steam'də. Ona görə aldım Just Cause 2-ni. 5 dənə də DLC almışam. Biri maşındır, biri hovercraft. 2 silah, bir dənə də monster truck. Bəli, oyun başladı. Türkçə yamanında qurdum sırası. Yazılı orada Panao Cumhuriyyəti. Asya. Görək nə olacaq. Alttakiləri oxumayacağım, özünüz oxuyun. Grafika qəşəng oyundur bu oyun. Grafikada demək olar çox oyundan yaxşıdır. Özüm də biraz aşağı qoymuşam grafikanı ki, hər hansı donma falan olmasın. Square Enix buraxıb da bu oyunu. Oyun həmişə bu insan modelləmələri yaxşı olur. Məsələn qız və ya Tomb Raider'ın modelləməsi falan. Oyunu görən axıra kimi bitirə biləcəm. Bilmirəm, yəqin bundan sonra da yenə videolar axsayacaq. Ayda bir dənə video gələcək. Gələk də nə olur. Marshall deyir bunları. Nə oldu ola? Bu kartlar çox önəmli. Ay bilə, bir də deydi. Qız getdi, tutdu. Biriləri bizdən zat, nəsə oxuya bilmədi. Silahları onlara biz vermişik zat. Geri çəkilməliyik. Vaoo, bu düşdü. Hansı gülləmiz də qutardı. Da nə oldu? Deyir, məni gözləmə. Niyə gözləməsin bizi? Yükleniyor. Başladı oyun. O uçur aşağı. Marshall oldu, amma səninlə yerə çarpmadan onu yakalamalısın. Problem deyil. Bu tərəfə. Marshall ardadır, aşağıdadır, bizdən aşağıdadır. Yerə düşmədən tutmalıyım onu. Deyəsən tuttum. Tuttum. Kartı götürdüm. Davay Marshall, sən siktir. Rədd olsan. Sən yaxşı ol. Düşür aşağı. Yenə də onları tapa bilərik. Kartları tapmalıyıq da, o yaddaş kartları. Paraşütümüzü açdıq. Yenə partlayışlar. İniş bölgesi 400 neçə metr. Endik. Şükür. Paraşüt də yandı. Ala bırax. Bəxtinə nə deyim ha. Balaca bir adaya görə böyük silahlar, düz deyil. Mən hara getməliyəm indi? Panuaya xoş gəldiniz. Xoş gördük. Yerdə 5 hafıza kartı var, yaddaş kartları. Onları yanlış əllərə düşmədən tutmalıyıq deyir. Askeri ussesiz. Başa düşmədim vallahi. Gedə görə nə olur? Burada bir tikili var. Kancanı kullanarak askeri usse ulaşabilirsin. Usse nədir? F tuşuna basarak divarlara nişan al bas. Belə. Bunu bilirdin də. Videolardan filan görmüşdüm. Çıxdı ola. Nə oldu? Şu növbətçiyi indir. Növbətçi mənə indirəcək. Savaş kancanı kullanarak düşmanları çəkə bilirsin. Silahımız yoxdur indi bizim.
Sənə qarmaqla şey deyəcəyik. Gəl bura görüm. Skorpiona dön deyə. Skorpion atraqım. Ne oldu, yerə düşər, çabalayır. Hə, getdi. Dedim də ölməyəcək. Əla. Bundan onda mən hara istəsəm dırmaşaram da, ha. Multiplayer'ında oynaya bilərik. Bu boyda yerdən tuş eşin olmasın. Elə şey var. Tuş buradan. Burada muhafızlar zatları olar bir də. Qorxuram. Bravo. Başladılar. Şimdi bizim vəzifəmiz nədir burada? Birinci hafıza kartını bul. Birincisi hardadır bəs? Bunları belə elədim amma bəxtəqi də elədim, bilməm. Vizir, bu da getdi. Aşağıda da xaos puanları verir. 10 xal artır. Buradan çıxaq görək. Buralarda kimsə var. Dala qayıdıram təzən. Birinci yaddaş kartı. Ve karşıya bak, yeni düşmanlar. Haydi onları çəkməyərdim, gərək. Şimdi adamın özünü çəkəcəm. Gəl gördüm bura. Başka kim var? Ya yaxşı, iyi iş çıxardım ya. Bir silaha ihtiyacım var. Silahı hardan tapdı? Sən mənə verməliydin. Silah və cəphane, ha, 5 metr. Fare 1 ateş edər, bunu bilirəm. Fare 1, mən örgədəsən. Öfke seviye 1, yukarıda. Ne oldu bu? Headshot olmadı. Başından 50'den vurdum. Bunların silahını götürmeliyim. Şu. Ne tekerli cüterli nedir? Valla başa düşmedim. Tekerli silah değil, cüterli. Burada adam var. Onun beynin qatığını tökəcəm. Öldü hadi. Pambıldıqdır bu. Canımız pomidələk. Hara gedim mən? Al sana. Yok, tərəfdən çıxım yuxarı. Yuxarıdan vurmaq lazım. Hafıza kartı. Birini də buradan tapdıq. Bunu da götürəcəm əlimə. Dıqşa. Bunlar partlayır elə mi? Onda burada işte partlayır. Ne oldu be, hiç kes yok da koyuyor. Ne oldu, bu nedir? Dırıldayır. Bunları dağıttım. Sen ama hardasan? Vertolyota bak ha. Sabotaj. Hükümet yapılarını yıkarak kaos yarat. O da bayaq eləyirdi mi kaos. Hökumətə zərər verir. Bunu da görür. Yok.
Bu da kırıldı. Başka ne kaldı? Ne kaldıysa değil. Burada ne kaldı? Bir şey yok da burada. Belki hiç ne yoktu. Ha, o da var, onu da patlattık. Bu da var. Onu da patlattık. Kaos bize pul verir. Onu da biraz alalım. Ne patladı? Ha, ışıklar söndü. Her işine burada çok başımıza katmayalım. Şu aşağı. Biraz oynayıp kurtarırım da. Silah parçalarını da götürdüm. Bilmirəm heç nə işe yarayır. Ama oraya necə gedəcəm? Hafıza kartı zat deyir. Ay bala, o hardadır, mən hardayım. Modifikasyon aletlerle yaklaştığın zaman mini haritanda güçlü sinyaller alırsın. Tuş dilində də oxuya bilmirəm. Ha, bizim paraşütümüz var idi. Ha, ne oldu be? Ha, belə. Sağ yuxarı görək. Mən də deyirəm abi, bizim paraşütü deməli istədiyimiz var. Ha, bunu niyə partlatmadı ya? Eləyib yox ey. 120 gülləmiz var. Partladı da bilərəm, partlatmaya da bilərəm. Ben yaxşı çıxım yuxarı. Bu ox da hara kimi deyəsən atırayım. Headshot. Headshot'a beyin yazır. Neyinirsən, hara gizlənirsən? Beynini dağlarım. 11 güllə bu verdi. Burada ne var? 2500 pul. Yaddaş kartı. Asker. Belə gedə bilərəm ha, rahat. Yaxşı yer indi ya. Buradan onları rahat. Headshot. O partlasın, ha. Dövlətin malına zərər vermək. Görüm. Partladamsın. Hop. Nətər əskərdir, başım çıxmır. 50 dənə güllə vuram, ölmür. Düşmandakı kartı yenidən ele keçir. Haradadır düşməndəki kart? Yuxarı çıxmalıyam. Kancanı Kane'in helikopterinə fırlat. Kanca bəsdir. Ha, bunu da götürüm. Zırh parçaları. Kane'in helikopteri anı. Ora gəlmir. Neyle düşürdü ya la? Şöyle. Davay. Getdik. Dananan, 156. Çox silkələmə. Bayaq yerə qaydırıq, gəldiyimiz yerə. Ha, şəhərə zada bu. Tamam, iyiydi zat. Ben binanın etrafından dolanacağım. Yaxşı.
Bunları belə öldürürüm mən. Kane Hava Yolları teşekkür eder. Lütfen zat. Mesela okuya bilmədim yenə. İmkan verin oxuyaq da bala. Paradır başda. O yanağını sütünlər. Ay bilə güllələməsinlər. Gəldim sizi. Al hadi. Sən nə istəyirsən bax? Onu götürün. Nə desən eləmək olur da bunu. Minigun. Minigun da dəhşətdir də. Hər yeri dağıdıram. Xaos zat hər şeyi. Buradan çıxdıq. Burada da bunluq bir şey qalmadı. Nədir burada? Nədir? 150 ha. Elə tapanca götürün. Tapancanı dəyişdik avtomatla. Canımızı da dolduraq. Nəsə bir əskər gördüm elə. Bir əskər gördüm. Mən hara getməliyim işdə bilmirəm. Hafıza kartı hələ qabaqdadır ki. Qoy üstə. Qaçmağına bax bunu yer silkələn. Nə qız söz söylüyor. Siktir. Yaxşı onları da partlattım. Sonra nə olacaq? Uçaq savar 80 metr. Onları partlatmalıyam. Heykələ zada bax, indi görürüm. Sizin ağzınızı. Silo nədir? Buradan vuram silo. Patladı. Yaxşı silo. Hədimə keçmək. Bunlar da şeylə mən bunu nəyinə patladıram. Granadımız var. Nədir burada? C4 tapmışam. C4 nətər qoşun bunlara? Al, neyirəm mən? Patlama daxil. Neyiniyim bəs mən indi? Bəs o bunu nəyinə partlatmalıyım? C4'ü attım bura. Ne oldu indi biraz? 2 tane C4 atmışam. C4'ü atanda ne olur? Ne olacaq be bunun axırı? Ben neyle partladacağım bunu? Başım da sıfır yedi. Ben bunu neyle partladacağım? Bunun bir uçak savarların icabına bak. Ya ben neyle?
Atır hemen olsun. Ya bunu bayaqdan dedim. Televizor patlama daxil. Ay, el bombası lazım değil mi? Ay bir de. Nereden tapım bəs? Granat zat. Güllə təsir edir mi? Girmir axı buna güllə. Sənin nəslindən elə. Buna atıram, sonra nə edəcəm bəs? Fıdır. F hərfi deyil. Y də deyil, R da deyil. T, H, B, V, C. C-nin birliyi yaxınlaşdırır. Q. Q ilə də belə vururuq. Tab. Hə, belə partladılar. Əla. Neredesin? Neyin qala bu? Uçdu göyə. Hadi sənə Kane, hareket et biraz. Kane kimdir? Kane piştana bunlar, mən dəli eləmə. Öyle, bunlar bizimkiler deyil. Bizimkiler deyil ki bu. Yalan bir yavrusuluk deyə qas buradan. Yalan bir yavrusuluk. Var bizim. Yaxşı, çıxıram oraya. Ha, neyi niyəcəm mən burada? Ölsəm video qutaracaq da. Muhoho. Mən hara gedirəm? Misiya hardadır? Kane'i beklə. Kane hardadır, ağzına ver. Bunu indi partlatmalıyam maşını. Kim korkunucu? Ay, bomba da qalmayıb. Eğer görev sırasında son kontrol noktasından tekrar başlarsın. Hani bu kontrol noktası? O görev uzaktan başlasa oynamayacağım. Sen kurtardı da. Görevden başlayayım. Çok uzaktan başladı. Neyse, kalanına da gələn dəfə davam edərik. Yəqin ki, ora kimi gəlib oradan sonra başlayacağım. İzlədiyiniz üçün təşəkkür edirəm hamınıza. Sağ olun, salamat qalın.